Necə ki Allah Azze ve Celle summun bukmun umyun. Onlar lal, kar və kordular. Deməli, alimlər buyurur ki, ümumiyyətlə insanın lal olmağı iki hissəyə bölünür. İnsanın həm qəlbən lal olmağı var və həmçində danışarkən lal olmağı var. Və həqiqətən də və sonra isə buyurur ki, həqiqətən də ən şiddətli lal insanın qəlbinin lal olmağıdır. İnsanın qəlbinin həmçinin də kar və kor olmağıdır. Deməli, o insanlar haqqı başa düşməyə müvəffəq olmazlar və həmçinin də haqqı dillərinə gətirmək istəməzlər. Ümumiyyətlə, alimlər buyurur ki, elm insana 3 yerdən daxil olur. Qulaqdan və gözdən və həmçinin qəlbdən daxil olur. Və qeyri-iman əhlinə də bu üç şey onlar üçün bağlanmışdır. Elm onlara bu üç şeyin heç birindən daxil ola bilmirdi. Nə onlar yəni qulaqlarına bunu eşitmək istəyirlər, nə gözlərinə bunun şahid olmaq istəyirlər, nə də qəlbən bunu qəlblərinə salmaq istəmirdilər. Və Uca Allah Subhanahu wa Ta'ala bu qeyd etdiyimiz bu üç məsələ barəsində Quran-ı Kərimin Əhqaf surəsi 26-cı ayəsində və cəalna lahum səm'an və absaran və əfidətən fəmə əğnə anhum səm'uhum və lə absaruhum və lə əfidətuhum min şey. Uca Allah Azze ve Celle bu ki, biz onlara qulaq, göz və həmçinin qəlb verdik, lakin onların qulaqları, gözləri, qəlbləri onları hissədən xilas edə bilmədi, onlara fayda vermədi. İz kanu yechhaduna bi ayatillah, çünki onlar Uca Allah Subhanahu wa Ta'ala ayələrini, ayət-i kərimələrini inkar edirdilər. Və ona görə də alimlər buyurur ki, əgər Allah Azze ve Celle bir quluna hidayət istərsə, Allah Subhanahu wa Ta'ala onun gözünü, qəlbini və həmçinin onun qulağını açar, haqqı qəbul etsin deyənə. Əgər Allah Subhanahu wa Ta'ala bir quluna zəlalət istəyərsə, onun azmağını istəyərsə, o zaman Allah Subhanahu wa Ta'ala onu lal, kar və korlardan edər. Və növbəti xəstə qəlblər isə pərdə çəkilmiş qəlblərdir. Necə ki Allah Subhanahu wa Ta'ala və cəalə alə basarihi ğişəvətən, Uca Allah Subhanahu wa Ta'ala onun gözünə pərdə çəkmişdir. Yəni insanın gözü necə qapanır, necə pərdəli olur? Alimlər buyurur ki, əgər qəlb bağlanarsa, qəlbi pərdə çəkilərsə, örtük çəkilərsə, insanın gözü də artıq örtüləcək, insanın gözü də qapanacaq haqqı görməkdən. Artıq yəni daxili olaraq, mənəvi olaraq insan əgər kör olarsa, deməli o insan zahirən də haqqı görməyəcək, haqqı görmək istəməyəcək.